İnsan cənnətdə öz əzizlərini görə biləcəkmi? Hamısı əhli cənnətdirsə, bəli. Hamısı müsəlman olubsa, bəli. Amma ailədən kimsə kafirdirsə, dinsizdirsə, buna o görüş yoxdur. Onun gedəcəyi yer Allah qorusun cəhənnəmdir. Belə insanların tövbə etməsi lazımdır ki, sevdiklərini görmək istəyirsə, sevdiklərinə qovuşmaq istəyirsə, dinsizliyi tərk etməsi lazım. Çünki dinsizlikdə heç bir ləzzət yoxdur. Dinsizlik sevdiklərini edam etməkdir, məhv etməkdir, yox etməkdir. Çünki onun aləmində axirət aləmi, cənnət həyatı və yaxud da axirət dünyası yoxdur. O yox düşünməsi ilə axirət aləmi, cənnət və ya cəhənnəm yox olmur. O inanmasa belə onun inanmadığı yerə götürəcəklər. Əgər tövbə etsə, Allahın yolunu tutsa, cənnətə gedəcək. Amma yox, küfrdə davam etsə, Allahı inkarda davam etsə, dini təhqirdə, dini tərk etməkdə davam etsə, ona sevdikləri ilə görüşdürmək yoxdur. Çünki o bu nemətlərin qədrini bilmirdi. Dünyada ikən Allah ona verdiyi nemətlərin qədrini bilmədi. Dünyaya gəlişinin fərqində olmadı, maraqlanmadı və yaxud da inkar etdi. Allah insanı nə üçün yaradıb, niyə göndərib dünyaya? Bunları inkar etdi. Yoxdur dedi. Heç bir şey yoxdur. İstədiyim kimi yaşayaram, sərbəstəm. Kimsəni dinləməyə, heç bir əmri də dinləməyə mənim ehtiyacım yoxdur desə, bu şəkildə onu ümumiyyətlə cənnətə getməyəcək. Nəinki sevdikləri ilə də görüşməyəcək.